Hamıya salam, mən Məhəmməd Rüstəmzadə. Bugünkü dərsimizdə mən sizə HTML üçün bəzi yeni sizə üçün yeni olan funksiyalarından danışacağam. Bugünkü dərsdə mən səhifəyə videonun əlavə olunması, şəklin əlavə olunması, arxa fona şəkil verilməsi, başlıq yazılması, məsələn, hansısa bir yazı üçün başlığın əlavə edilməsi haqqında, YouTube-dan videoların əlavə olunması, papkaların, məsələn, bir faylın başqa papkada olduğu o zaman necə götürmək olar falan, bu haqqda danışacağam və bir də başqa fayla keçid haqqında danışacağam. Çalışacağam bugünkü dərsimiz çox uzun olmasın. Lakin bəzi adamlar məsələn baxıb görə bilər ki, 20 dəqiqədən artıqdır, baxmaya da bilər daha doğrusu. 20 dəqiqədən artıq olduğunu görüb baxmaya bilər. Valla çalışıram ki, qısa eləyim, yəni videolar qısa olsun, lakin mən bir videoda çox şeyləri anlatmağa çalışıram və bu ona görə uzun çəkir. Nəzərinizdə olsun ki, proqramlaşdırmanı siz məsələn video roliklərinə baxa-baxa 3-4 saat ərzində məsələn bütün hamısını öyrənirsinizsə, biz illər sərf eləyib, yəni onu öyrənirik. Belə asan görünsə də, əslində asan olmur, yəni heç də. Biraz ona görə səbirli olun, videoları axıra kimi izləyin. Gəlin keçək indi isə videoya, dərsliyimizə. Bu sayt Simple Videos. Bu saytdan biz video yükləyəcəyik. Məsələn, download vurduqdan sonra videonu yükləyəcəksiniz. Formatını yazıbdır MP4 formatında 1280 720-yə və bizə nə lazımdır daha sonra? Bizə lazımdır bizim fayl. Mən bil ki, artıq ikinci dəfədir videonu hazırlayıram. İnanıram bu dəfə alınacaq. Çünki bəzi məqamlarda lazım olan bəzi şeylər yadımdan çıxır və ona görə problemlər yaşayıram. Təzədən videonu yazmalı oluram. Gəlin başlayaq. İlk öncə başqa qovluqda olan faylı gətirməkdən, çağırmaqdan. Yadınıza gəlirsə mən demişdim ki, ref olanda, məsələn bu style.css eyni papkadadırsa belə yazılır. Və birdən başqa papkada olsa, burada olanları deyim, index file, style.css artıq bəllidir köhnə videolardan. Bu yüklədiyim videodur. Bu şəkildir, arxa fon şəkildir. Bunu yüklədim ki, arxa fon şəkil verməkdə də istifadə edeyim. Həm də şəkil gözəl şəkildir. Cənubi Koreyadır. Test HTML fayl yaratmışam ki, biz bu fayla keçid eləyək və həmin fayldan geri qayıtmağı da göstərəcəm. Gəlin papka yaradaq ilk öncə. Adını yaza bilərik ki, test. Mən nəsə test sözünü çox xoşlayıram. Test. Çox istifadə edirəm. Style.css-i atdım test papkasına və gəldik. Style.css test papkasında olduğuna görə index.html həmin o faylı tapmır. Belə olduqda nə edirik? Sadəcə olaraq, yəni alt qovluqda olduğuna görə test qovluğun adını yazırıq, drop işarəsi və style.css. Unutmayın, style.css faylın adı belə yazılmalıdır. Yəni nöqtəsinə kimi, sonundakına kimi. Style, mən style adlandırmışam. Ola bilsin başqa cür adlandırmışsınız. Nəzərinizdə olsun. Amma CSS-i yaddan çıxarmayın. Yəni faylın tipi həmişə olmalıdır. Və əgər birdən bu style.css test papkasında yox, HTML tutorial papkasında da yox, məsələn deyək ki, HTML tutorial papkası bizdə desktopdadır. Yəni desktopun
xaricində, yəni HTML tutorial papkasının xaricindədir bu style.css faylı. Və belə olan halda sadəcə olaraq papkanı sildim, test papkasını. Belə olan halda siz məntiqi yanaşmalısınız. Məsələn, necə eləyirik? Üst papkaya, yəni üst papka dediyim artıq nəzərinizdə olsun ki, desktopdur üst papka, alt papka HTML, tutorial, images, menu, style belə olanlardır. HTML tutorialın daxilində papka yaranarsa o da artıq alt papka sayılır və xaricində olanlarsa üst papka sayılır. Xaricindən biz style.css çağıracağıq indi. Onun üçün 2 nöqtə qoyulur və drop. Yəni 2 nöqtə qoydum. Əgər fikir verdinizsə, bütün papkalar göstərilir. Siz həmin, məsələn, başqa papkaya da getmək istəsəz, sadəcə olaraq papkanın adını yazırsınız və drop işarəsi style.css. Amma bizim fayl hal-hazırda desktopdadır. Sadəcə olaraq çıxırıq və style.css-i götürürük oradan. Və refresh, heç bir dəyişiklik yoxdur. Lakin biz bunu bu style.css yazsaq, görəcəyik ki, artıq tapmır dizaynı. Necə etməyini bilmir. Gəlin style.css-i yenidən geri qaytaraq. Siz artıq bildiniz ki, başqa papkada olanda necə olur, daxil papkada və ya xarici papkada olanda necə olur. Və əgər, məsələn, 2 alt papkadadırsa, məsələn, style.css, burada da yəni problem yoxdur. Gedirsiniz, papkanın ilk öncə adı, no ordner, drop, no ordner, yəni yeni papka, yeni qovluq və style.css. Xaricində də olanda 2 nöqtə, yəni 2 papka xaricindədirsə, yenə də 2 nöqtə drop, 2 nöqtə drop, style.css. Yəni çox sadədir. İnanıram ki, sizin üçün də sadə olacaq. Bunu buradan silək. Style.css geri qaytardıq və dəyişiklik yoxdur, hər şey qaydasındadır. Yeni fayl yaratmışam burada, test.html. Dediyim kimi, həmin test.html keçidi indi göstərəcəm sizə link vasitəsilə. Gələcəkdə, məsələn, sadəcə olaraq divin üstündən də vurub keçmək öyrədə bilərəm. Onun üçün bizə lazım olan Java və yaxud da JavaScript-dir. Java yox, JavaScript-dir və yaxud da jQuery. jQuery də JavaScript-in belə deyim ki, hazır framework-udur. Test.html-a keçid. İlk öncə test.html-da nə etmişəm? Sadəcə olaraq baxaq. Yaratmışam test.html-i, adını test qoymuşam. Title, yəni başlığını buradakı başlığı ilk web saytım məsələn yazılıbsa, orada da test yazılacaq. Style vermişəm. Daxilində əlavə style yaratmağa ehtiyac duymadım və link yaratmışam. Bu linkin daxilində də ref vermişəm. Və burada da gəlin edək. Ref və bağlayaq. Test fayla keçid. Yaddaş. Həmin o fayla keçmək üçün burada da eyni strategiyadır, eyni qaydalardır. Sadəcə olaraq, məsələn, üst qovluqdadırsa sadəcə olaraq 2 nöqtə qoyulur, alt qovluqdadırsa drop, qovluğun adı drop və yaxud da ki, eyni qovluqdadırsa sadəcə olaraq faylın adını yazırıq. Məsələn, test.html. Save. Test fayla klik edirik, gəlib düşürük test.html. İndi geri düyməsini basıram, yenidən geri qayıdıram. Çox sadə. Gəlin indi arxa fon şəklindən danışaq. Biraz çalışıram az danışım, daha çox göstərim. Style.css açırıq və deyək ki, biz body'yə arxa fon şəkli vermək istəyirik. Bunun üçün sadəcə olaraq background, background image veririk və URL, yəni
hardan gələcək? Bu URL-ın daxilində siz başqa saytlardan da gedib məsələn Google-da image, yəni deyək ki, sadəcə olaraq təbiət şəkilləri bu şəkli vermək istəyirsiniz. Sadəcə olaraq şəklin üzərinə vurursunuz. Şəkil açıldıqdan sonra nəzərinizdə olsun ki, .gph yazılısı olan yerdən götürürsünüz. Yəni gəldim, bu saytı gördüm, buradan bunu kopyalayım falan olmamalıdır. Yəni tam dəqiqliyi ilə sonunda gph yazılana kimi yəni bu yəni linki kopyalayırsınız. Link kopyaladıkdan sonra əlavə edirsiniz və inanıram ki, bu dəfə arxa fon görsənəcək. Nəsə heç də yaxşı görünmür. Nəyə görə? Bu pozisiyasından asılıdır. Şəklin pozisiyasını dəyişə bilərik. Yəni şəkil ortadan başlaya bilər, altdan başlaya bilər və yaxud da tam yuxarısından başlaya bilər. Background position veririk və center qoyuruq. Və gördüyünüz kimi gəlin bu divin arxa fon rəngini yox edək və refresh mənə gəldi. Bəs deyə bilərsiniz ki, hazır yüklədiyim şəkli necə əlavə edə bilərik? Bu da eyni qayda ilə, yəni buradakı bu məsələn style CSS əlavə etdiyimiz kimi, yəni alt qovluq, üst qovluq söhbətindəki kimi burada da eyni qaydanı edirik və şəklin, məndə şəkil stock photo bla bla, həmin o şəklin adını yazırıq və tipini yazırıq. JPEG, PNG və yaxud da JPEG, yəni bu yazılmalıdır. Və arxa fon dəyişdi. Background color geri qaytarmışam. Bəli, gəlin gözəl şəkli görək. Bu şəkli kiməsə maraqlı ola bilər, hardan tapmışam və səhv etmirəmsə hansısa tutorialda mən demişdim Momentum proqramından çox gözəl şəkillər məsləhət görür və hardan gəldiyini yazır. Seoul, South Korea, Cənubi Koreyadan. Və indi isə məsələn həmin o şəkli divə vermək istədiniz. Yəni burada olsun, arxa fonda olmasın, eyni qayda. Heç bir dəyişiklik, yəni çətinlik etmir sadəcə olaraq. Background color qala bilər, çünki bəzi hallarda ola bilsin ki, şəkil yüklənməyə bilər. Yəni onu da nəzərə almalısınız və elə olan halda sadəcə olaraq belə bir şey edirsiniz. Və belə. Q2 nədir burada style'da? Mən bunu saxladım. Q2 div class Q1-in, yəni qovluq 1-in, yəni bunun daxilində əlavə bir dənə div yaratmaqdır. Qutu, qovluq fərq etmir. Mikrofon. Aha. İndi isə gəlin div yaradaq və adını Q2 qoyuruq. Yaddaşa verdik. Q2 width 100% vermişəm, height 100% vermişəm, float left vermişəm ki, bu tam otursun, yəni arxa fona. Gəlin arxa fon verək ki, görünsün nə iş görmüşük. Background color. Deyək ki, bu. Çox gözəl. Amma şəkil itdi. Nəyə görə itdi? Çünki biz bunun daxilində 100%-dir, yəni 100% uzunluq 100% en yaratdığımız qutunun arxa fonunu vermişik. Bəzi saytlarda bəlkə də görmüsünüz ki, arxa fonda olan şəklin biraz sanki üstündən bir belə deyim plyonka çəkilib deyək ki. Onu eləməyin göstərəcəm sizə. Bunu background color biz cornflower blue yazmışıq. Biz bunu dəyişə də bilərik. Yəni dəyişməliyik ki, həmin o effekti yaradaq. Daha doğrusu sadəcə olaraq gedirik RGB color yazırıq. Məsələn, istənilən saytdan sadəcə olaraq rəngi seçirik. Deyək ki, məsələn, biz istəyirik gəlin bu rəng olsun ya da bu. Çox gözəl rəngdir. Burada RGB
yazısı var. Yəni bunları sadəcə olaraq kopyalayacağıq və burada RGB, lakin yadınızda olsun RGBA olmalıdır bunun sonunda. Çünki biz buna dediyim kimi, yəni biraz plonka çəkilmiş kimi etmək istəyirik. Kopyalayırıq sadəcə olaraq 59,165. Sıranı pozmuruq, çünki rəngi istədiyimiz istəyirik salınsın və 165. 165. Sonda hələlik 1 yazırıq və rəng dəyişdi. Bu 1 sonda olan 1, yəni baxıb burada görə bilərsiniz ki, hani bu 1 yoxdur falan. Bu 1 rəngin tündlüyüdür. Biz bunu 0 ilə 1 arasında dəyişirik. Yəni bu nəzərinizdə olmalıdır. Biz bunu azalda da bilərik. 0.9 məsələn. Yəni bunu bağlayaq. 0.9 verdim. Sanki biraz arxa şəkil görünməyə başladı. Mən onu azaldaq biraz da. 0.6. Wow. Biraz da azaldaq. 0.3. Və şəkilə sanki plonka çəkilmiş kimi etmişik. Səhv etmirəmsə qara 000 olmalıdır. Tam yadımda deyil, yanlış da ola bilər. Və aha, qara 0.7 eləyək. Biraz tünd. Və belə bir şey də eləyə bilərsiniz. Yəni istəkdən asılıdır. Yəni buna başlıq da yazaq məsələn. Dediyim kimi, məsələn, hansısa bir tekstə başlıq vermək istəyirsiniz və yaxud da sadəcə olaraq başlıq yazmaq istəyirsiniz. Bunun üçün sadəcə olaraq həmin divin daxilində H1, yəni bir ən böyük şrift yazısıdır və bunun daxilində Cənubi Koreya yazaq. Cənubi Koreya. Biz buna class da verək ki, sonra onun rəngini də dəyişməyə göstərim sizə. Sadəcə olaraq başlıq yazaq, buna ad verək, daha gözəl görünür. Cənubi Koreya yazısı görünmür, çünki qaradır. Gəlin keçək burada buna başlıq verək. Rəngini dəyişək daha doğrusu. Başlıq və color white. Və gördüyünüz kimi Cənubi Koreya yazısı başlıq kimi artıq bunun yanındadır. Və biz bunun daxilində artıq nə yazsaq, H1-dən sonra yəni yazaq. Deyək ki, burada enter vururam, lakin o enterin heç bir əhəmiyyəti olmayacaq. Yazı buradadır, lakin görünmür. Biz bu yazını Q2-nin daxilində yazmışıq. Halbuki H1 də var, lakin yəni bu yazı da Q2-nin daxilindədir. Gəlin buna da color verək. Color white. Və yazını görürük. Dediyim kimi, yəni yadınızdadırsa, bunu aşağı salmaq break-lə edilir. Amma heç də həmişə break-lə olmur. Yəni PHP-də onu artıq yazanda yaddaşa gedir və geri qayıdanda artıq özü break-ni edir. Yəni ona ehtiyac duyulmur. HTML-də sadəcə olaraq yazırsınızsa, yəni break-lə də edə bilərsiniz. Yazı da əlavə olundu. İndi isə gəlin keçək şəkil əlavə etməyə, yəni normal şəkil. Belə bir şey olmasın, arxa fon şəkli yox, sadəcə olaraq normal bir şəkil olsun. Sildik şəkli. Q2-ni də silək, ehtiyac yoxdur artıq Q2-yə. Sağ olsun Q2 bizə çox şeylər öyrətdi. Və gördüyünüz kimi arxa fon ağ və bunun daxilində biz şəkil əlavə etmək istəyirik və sadəcə olaraq image və artıq source-unu istəyir və source-da biz yazırıq bunu. Hansı ki bizim şəklimizdir. Bəzi hallarda məsələn style-ı bunun daxilində də verə bilərik. Sadəcə olaraq əgər
heç bir dəyişiklik yox, sadəcə olaraq, yəni eni və uzunluğu olacaqsa, bunu sadə yolla da edə bilərik. Width məsələn 200 piksel, height məsələn olsun 100 piksel. Piksel. İndi görəcəksiniz ki, artıq burdadır. Buradakını götürsək daha yaxşı olar. Yəni belə yazsanız da problem yoxdur, çünki bu style deyil, style təqinin daxilində deyil. 200 piksel, buna gəlin biraz daha artıraq. 400-ün 300-ə. Və belə. Gözəl. Şəklimiz də burdadır. Siz bunu bu şəkli link kimi də istifadə edə bilərsiniz. Necə? Sadəcə olaraq A, yenə də ref və faylın adını yazırıq. Test.html. Yəni bunu nəzərdə tutmamışdım ki, edəcəm. Yəni bu dərsdə sadəcə olaraq, yəni yeri gəlmişkən edək. Heç bir problem yoxdur. Elə bunun üzərinə vururuq və geri. Çox sadə. Biz daha sonra nə edirik? Daha sonra video əlavə olunması. Video əlavə etmək üçün nə edirik? Elə image tagi yaratdığımız kimi sadəcə olaraq video tagi yaradırıq və həmin video taginin source, yəni hardan gələcək bu, yəni hansı faylı əlavə etmək istəyirik, onu yazırıq və bu source-u iki cür yaza bilərik. Yəni biri bu cür, yəni göstərim ilk öncə. Width məsələn olsun 200 piksel. 200 azdır. Yəni 500 eləyək. Height 250 ya da 300. Çox olmasın. Buna indi piksel də yaza bilərik, yazmaya da bilərik. Yəni onun heç bir problemi yoxdur. Yəni o cəhətdən. Pikselini yəni yavaşdıraq. Baxım görüm. Yəni dediyim kimi olacaq, bəli. 500 sadəcə olaraq bura, yəni bilir ki, pikseldir artıq. Bir üsul budur, yəni source-u bunu burada yazırıq. Əgər fikir verirsinizsə video işləmir, xarab olmayıb falan. Sadəcə olaraq kontrolları yəni yoxdur. Yəni bunu idarə etmək üçün play, pauza. Play vurduq, artıq videomuz göstərir burada. Tənbəllik. Və ikinci üsulu budur bunun. Video və burada source və bu source-un daxilində src yazılır, faylın adı yazılır və type yazılır, mp4. Yəni tam aydın şəkildə bir dəqiqə video mp4 olmalıdır, səhv etmirəmsə. Bəli. Gördüyünüz kimi video artıq yerindədir. Yəni heç bir problemsiz falansız. YouTube-dan videonun əlavə olunması. Artıq YouTube-dan videonu əlavə etmək istəsək, video təqi yaramayacaq. Yəni çox gözəl bir musiqi, məsələn, dəyirman deməyə. Bunu əlavə edək. Bunun üçün məndə ruscadır hazırda. Podelиться və yaxud da share və yaxud da paylaşmaq, bilməm indi Azərbaycancası var yoxsa yox. Burada HTML kod yazılıbdır. Həmin koda gedirik. Burada yazılanı sadəcə olaraq kopyalayırıq və əlavə edirik. Bum. Həmin video burada qeyd olur artıq. Burada width height artıq özü veribdir və biz bunu yəni özümüz də verə bilərik, dəyişə bilərik. Məsələn, width xoşunuza gəlmirsə yaza bilərsiniz. Tutağım ki 550 piksel və width 550 oldu. Autoplay var. Yəni
avtomatik olaraq işləməlidir. Auto səhv etmirəmsə autoplay nəsə görünmür. Amma olmalıdır belə bir şey. YouTube bunu yəni icazə vermir bəlkə də, amma mən bildiyim qədər burada bu təqdən sonra, yəni bu yazılışından sonra, bu linkdən sonra onu edirik. Nəysə, qalsın hələlik. Və bu link heç də bu link deyil. Yəni nəzərinizdə olsun ki, burada sadəcə olaraq saytın özüdür. Lakin burdasa embed video, hansı ki, biz onu məsələn indi kopyalayıb göstərə bilərəm ki, tam ekranlı bir videodur. Yəni bütün ekranlara uyğun olan bir videodur. Belə bir tam ekran, tam ölçülərdə açılan bir videodur. Hal-hazırda baxıram və lazım olan dediyim hər bir şeyi artıq izah etmişəm. Artıq siz bugün biraz daha önə getdiniz. Yəni yeni HTML təqləri öyrəndiniz. Və məncə bu təqlər yetər ki, hələlik. Yəni PHP-də istifadə edək. Xırda təqlər qalıb hansılar ki, onlar PHP-də anlasam daha uyğun olacaq. Və onun üçün PHP tutoriallar hazırlamağa başlayacağam gələn dərsdən və məsləhət görərdim ki, artıq PHP videolarına baxasınız. PHP nədir və nə üçün lazımdır, necə istifadə olunur, bu barədə məlumatlar verəcəm. Və bugünlük bu dərslik bu qədər, gələn dərslərə qədər.